Nəsibə xanımdan tez-tez uzun yola çıxırdıq. Heç yadımdan çıxmır, 99-cu il idi. Nəsibə xanımın Allah qəni-qəni rəhmət eləsin hər ikisinə bir Xumar xanım bacılığı var idi Xudatda. Dedi, məni apar olaraq, dedim gedək. Gəldim, məməni götürdüm, uşaqlar onda balaca idi. Həyat yoldaşımdan bərabər Nəsibə xanım oturmuşdu qabağda. Xudata çatar-çatmaz qeydi, adı ciyərim yanır, bir dənə su götürməyə üçün orada. Mağazine girdim, cemaat yığıldı başıma ki, Cengiz hoş gəlmişsən. Dedim sağ olun, suyu götürdüm təcili Nəsibə xanımın yanına aparanda hemen o talpa gördüm, məndən ayrıldı, qaçdı Nəsibə xanım üstünə. Maşın yatır, təsəvvür edin ki, maşını o qədər əyiblər, maşın yatıb. Bir dənə ləzgi qardaş gəldi, getdi Cengizcan icazə ver. Nəsibə xanım ver elimi. Bu qədər adam mütəllimin gözündən uzaq. Ada olmaz elimi verim sənə deyən görüb. Ver elimi buraya. Bu götürdü bunun elini beledi. Ah! İndi rahat ülərəm. Senin elimi öptüm ben ya. Adam mənə Mehmet deyirdi onu. Dedim hə Mehmet.